Vaxtınız xeyir, dəyərli müdavimlər. Mən Edikompan Təhsil Şirkətinin kurikulum müəllimi Təxminə Hüseynova. Bugün sizlər üçün imtahana düşmüş sual tipinin izahını verəcəm. Hazırsınızsa başlayaq. Sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. 1. Açıq tipli sual, 2. Qapalı tipli sual. Ümumiyyətlə yadınızda saxlayın. Açıq tipli sualda hər kəs öz yanaşmasını, öz münasibətini bildirə bilir. Yəni, hər kəsin yanaşması fərqlidir. Amma ki, qapalı tipli sualda isə yalnız konkret bir cavab olur. İndi variantlara baxaq. A variantında qeyd edilir ki, bir günlük müəllim olsaydınız, nə edərdiniz? Baxın, burada artıq hər kəs öz yanaşmasını, yəni fərqli yanaşma olacaq. Hər kəs öz yanaşmasını bildirəcək. Ona görə də A aid olacaq, açıq tipliyə aid. B variantı, nəqliyyatdan istifadə edən zaman hansı qaydalara əməl etmək lazımdır? Baxın, bu isə konkret bir cavabla qeyd edilir. Ona görə də aid olacaq qapalı tipli suala. Çünki nəyə görə? Sizə deyir, hansı qaydalara əməl etmək lazımdır? Bu qaydaları siz əzbər öyrənirsiniz və konkret olaraq cavab verirsiniz. Ona görə B aid olacaq qapalı tipliyə. C-yə baxaq. Fəsillərdə havanın temperaturu necə dəyişir? Burada da konkret bir cavab olduğu üçün siz aid edəcəksiniz qapalı tipli suala. Yəni C-ni aid edirik qapalıya. D variantına baxaq. İnsanlar qəzalardan mühafizə olunmaq üçün hansı ehtiyat tədbirləri görürlər? Baxın, hansı ehtiyat tədbirləri görürlər deyirsə əgər, burada da bir konkret cavab var. Yenə deyirəm, əgər konkret bir cavab varsa əgər, siz götürəcəksiniz qapalı tipli sual. Ona görə D aid olacaq qapalı tipliyə. Y variantına baxaq. Yalnız bir fənni öyrənə bilsəydiniz, hansını seçərdiniz və niyə? Yalnız bir fənni deyirsən, burada baxın, hər kəs öz yanaşmasını, öz münasibətini bildirəcək. Məsələn, biri tarix deyəcək, digəri riyaziyyat, digəri fizika deyəcək. Yəni, hər kəsin öz yanaşması ilə cavablandıracağı üçün. Ona görə yenə aid edirik açıq tipliyə. Deməli, cavabımız 1-ə aid, 2-yə isə B, C, D. Yəni, cavab B variantı. Bu qədər dəyərli müdavimlər. Əgər sizlər də sentyabr ayı üçün kurikulum dərslərimizə qoşulmaq istəyirsinizsə, elə indi endirim kampaniyasından yararlanaraq dərslərimizə qoşula bilərsiniz. Ətraflı məlumat almaq üçünsə rəy hissəsinə plus atmağınız kifayətdir.